Salam əziz tələbələr, indi isə belə maraqlı bir testin izahını verəcəm sizə. Diqqətlə dinləyin, çünki çətin testdir həqiqətən də. Gördüyünüz kimi bizə 10 hərf verib və deyir ki, münasibətlərdən istifadə edərək müsbət ədədləri göstərən 10 hərfi artma sırası ilə düzün. Yəni azdan çoxa düzəsik. Düzdükdən sonra sırada 7-ci yerdə hansı hərf olacaqsa onu istəyir bizdən. Bizə özü dedi ki, müsbət ədədlərdə hamısı və birinci şərtə gəlin baxaq. Bax, birinci şərtdə yazılıb ki, M-dən Z-ni çıxanda sıfırdan kiçik ədəd alınır. Mən buradan başa düşürəm ki, avtomatik M Z-dən kiçikdir. M-dən Z-ni çıxanda sıfırdan kiçik ədəd alınır da, düzdürmü? Deməli, M balacadır da burada. Daha sonra 6-cı şərtə baxıram. 6-cı şərtdə yazıb ki, G-ni H-a böləndə alınan ədəd B-ni H-a böləndə alan ədəddən kiçikdir. Və biz buradan avtomatik başa düşməliyik ki, C ədədi B ədədindən böyükdür. Və B-ni H-a böləndə 1-dən kiçik ədəd alınırsa, məsələn 3-də 1, 3-də 2, görürsünüz, surət kiçik olmalıdır. Onda belə çıxır ki, H bunların ikisindən də kiçikdir. 3-cü və 4-cü sırada verilənlərdə görürsünüz, birində kiçikdir işarəsi formasında yazıb, birində böyükdür işarəsi formasında yazıb. Gəlin bunları ardıcıl olaraq yazaq. Yəni, ikisini də çevirək, kiçikdir işarəsi ilə yazaq. Yəni, məsələn, 3-də yazıb, H kiçikdir Y-dən, kiçikdir F-dən, kiçikdir Z-dən və bu birisində də tərsinə yazmaq istəyirəm də mən bunu. Tərsinə formasında yazıram ki, F kiçikdir K-dan, o da kiçikdir M-dən. Yəni, mən çalışıram ki, yazdıqlarımın hamısının işarəsi ya kiçikdir işarəsi olsun, ya da böyükdür işarəsi olsun. İkisindən biri olsun da, düzəndə işimiz asan olsun deyə. Verilənlərə əsasən, baxın, burada M kiçikdir Z-dən, düzdürmü? Yəni, bunun bu hissəsinə Z yaza bilərik, yazdıq. Bu Z-i buradan silirəm. İndi baxın, F burada da var, burada da var. Yeni bir ardıcılığı tamamladıq mı? H kiçikdir Y-dən, o da kiçikdir F-dən, o da kiçikdir K-dan, kiçikdir M-dən, kiçikdir Z-dən. Artıq gördüyünüz kimi, görün biz nə qədər verilmiş hərflərdən nə qədərini tapmışıq artıq. Və bunları tapmaqla bərabər yuxarıda bizim bir şərtimiz var idi. H-dan böyük B var, ondan da böyük C var. Yəni, bunda mən məcbur bu hissəyə yazası oldum yoldaşlar. Artıq baxın. 1, 2, 3, 4, 5, 6, 7, 8 hərfimizi artıq tapmışıq. İşin çətin hissəsi geridə qaldı. Bunları tapdıqdan sonra mənim tapmadığım hərflər var. Tapmadığım hərflərdən yerdə nə qalıb? D və Y qalıb. İndi gəlin görək bunları necə düzməliyik yoldaşlar. Bax, burada görürsünüzmü? Yazıb ki, F plus K bərabərdir 2D. Düzdürmü? Yəni, D-ni 2-yə vuranda F-lə K-nın cəmini verir. Deməli, bizim D, F və K-nın ortasında yerləşir. Bax, burada F və K-nın ortasında yerləşir. Düzdürmü, yoldaşlar? Ona görə də mən bu hissədə, bu hissəni təmizləyirəm. Bu hissədə yazıram bir dənə D. Şərtdə özü vermişdi də ona görə. Həmin D-ni gətirib yerləşdirdik bu hissəyə. Burada oldu D. Bir dənə D hərfi yaza bilməyəcəm indi bura. Yazdıq, D-ni də bura yazdıq. Başqa bir şərtdə isə bizə vermişdi ki, yuxarıdakı şərtə fikir verin, ikinci şərtdə yazıb ki, Y və F-in cəmi Y-ni verir. Yəni, Y ilə F-i toplayıb 2-yə bölsən Y-ni alarsan, E hərfini. Bu da deməkdir ki, Y və F-in ortasında da E hərfi var. Gəlin, bu orta hissədə də yazaq E hərfini. Və bütün hərfləri artıq biz tapmış olduq. Sıramızı düzsək əgər, C, B, H, Y, Y, F, D, K, M, Z. Bu sırada bizdən nə istəyir? 7-ci yerdə duranı istəyir. 1, 2, 3, 4, 5, 6 və 7-ci yerdə duranın D hərfi olduğunu tapdıq. Düzgün cavabımız olur burada B variantı. Çaşdırmayın ha özünüzü. B variantını götürməlidir. Bu variantını götürsən çünki sənə 7-ci yerdə duran hərfi orada veriblər. Bu qədər sadə.